Hamınıza salam dostlar. Bugün sizlə birlikdə Minecraft Sokacak bir datapack bölümü ilə qarşınızdayım. Bugün bu datapackdə nə qarırıq? Bu datapackdə bir Minecraft Minecraftda bir xarita market var və biz marketdən tokenlərdən istifadə edərək buradan alış-veriş edib oyunu bitirməyə çalışacağıq. Siz aşağıdan videoları kanala abunə olmayı unutmayın. Bu video 4 like gəlsə bunun davamı gələcək. Onu gəlin videomuza keçək. Gördüyünüz kimi belə bir yerdə başladıq. Qarşımızda bir sandıq var və qabağımızda bir yer var. Acaba nə var? Dındırı açırıq sandığı. Bir 64'lük token, bir de readme. Deyir ki, welcome to shop market, survival marketimizə xoş gəldinizsə. Tokenlərdə enjoy the map. Onda gəlin biz bura gələk. Dandara 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 dandara. Bu nə deyir? Qar, ateş və soyuq. Hə, qar və sərin köylüsü. Hədə ocean, okean. Müzək yoxdur. End. Oha, bundan ala bilərəm 2 dənə, amma lazım deyil. Sigma. Bu nə deyir? Nedir? O 800 dənə bir dənə verir. Bu nə deyir? Usta, duisiz, rənk. Boya. Crops, yiyəcək. Meat. Nə bilim, animal drops. Enemy drops. Tokens. Hə, tokenləri buradan aldı. Bir zümrüt 32 dənə token. O, maden ilmək burada yaxşıdır. Hə, bir dənə verib 5. Bir dəqiqə 32 dənə verim. Hələ inci olmuş. Wood and stone, torpaq, daş, maç, hər şey burada. Mill blocks. Bu nə? Keskinlikmiş doğru bir. Hamısına yüksək verir. Qəşəy. Ranged blocks. 3-5. Armor. Koruma. Hə, armor üçün. Koruma 5. Oh, koruma 5 büyüsü var. Vay. Tool blocks. Burada nə verir? Verilmelik bir ipeksi kremalı sərvət 3. Trident blocks. Sadakat 3. Bir də looter enchanting. Ha, tamir. Tamir 3. Oho. Tamir 3'üne də olur. Bir də dostlar. Gəlir mən buradan tool blocksun sərvət 300 olsam, kazmaya bassam, sonra ondan şey eləsəm, nə qədər ala bilərəm. İndi 64 dənə var. Nə alım mən birinci? Bəlkə elmas ala bilərəm. 3 dənə elmas alalım. Yox. 60 dənə olur onda. 3 dənə elmas alalım. Sonra gedib elmaslar və anlaşdıq. Sonra da sərvət üçün, amma örs də lazımdır bizə. Özümə bir dənə elmas kazma edəcəm. Direkt oyunun başında. İndi buranın spawn point edək. İndi direkt biraz buradan odun qıraq. Hop. Qır. Nə qədər qır. Tez. Speedrun. Oha. Bu videodan əvvəl yağış yağmışdı. O yağışı teytey bağlayacağım, yəni bir şey olmaz olsa. Tez qır. Hop, onu da qır. Belə bu qədər odan bizə bəs eləyər. Direkt elmas kazmadan oyuna başlamaq çox yaxşıdır. Hop, sonra bunlardan belə. Sonra da o bir dənə kazma. Sən özüm eləsəydin daha da olacaqdı yaxtarmaqdansa. Direkt bir dənə elmas kazmamız oldu. Hop. 4 dəqiqə. Səhər oldu. Çuf. Nətər oldu ola. Mən bir dənə ver. İndi biraz daş qırıb, çünki daş baltaya at deyəcəm. Uy. Bu elmas kazan çox qəşəng oldu. Çünki İndi baxın bir şey dağılacağım. Birinci elmas daş biraz girəcəm madənə. Dəmirin biri 5 dənədə. Dəmir baltı eləyəndə, yəni 20 dənə bizə örs 3-nə qədər alsındı. Oha, ağzım olmadı bu. İndi 9, 18, 27, 31 dənə dəmir lazımdır. Niyə 31 dənə? Yox, 32 dənə deyəsən.
Bizə nə qədər lazımdır həqiqətən? İndi var 9, 18, 27, 31 dənə. Hə, 31 dənə dəmir lazımdır bizə. İndi biraz da alış-veriş eləyəcəyim üçün biraz da lazımdır. Onun üçün gidib biraz yemək də qasmalıyam həm də. Çünki madən əslində, yəni kipi mantar var, ancaq hop, snow and ice. İndi daşlara yatlar da çevirmək olur. Daşlardan yatlar da eləmək olur. Doğrudan. Daş. Bir dənəyə 8 dənə daş alır. 8. Daşları çevirmək olmur ki. Bir dənəyə 8 dənə daş alır. Bir dənə altın 10 dənədir. Elmas 20 dənə. Kömürün biri bir dənədir. Əgər 31 dənə kömürüm olsa, eləyə bilərəm. Onu dostlar, mən biraz madənə düşüm, madəndə kasılım. Ondan sonra video devam eləyəcəm. Və gördüyünüz kimi dostlar, mən biraz madən kasıb deyəndə, biraz deyəndə alqısını elmas set alacaqdım. 23 dənə elmas, bir stek dəmir, 17 dənə altın, 2 stek də kömür yığdım. Və madən fırınlarında etdiyim üçün daha tez oldu. Və deyək buradan bir dənə örs eləyək, amma hamısını işlətməyəcəm. İndi buraya yazaq örs, amma hop örs. Və örsümüzü aldıq və elmasların hamısını eləyim yoxsa məncə 10 dənəsini eləyim elmasların. Valla 1, 2, 3, 4, 5 ha şimdi 23 lira 1, 2, 3 6, 7, 8, 9 və 10 13 dənə elmas. İndi dəmirlərin də onun eləyək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 50 dənə dəmir. Altından dirək alsın. Kömürlərini də bir sil. Kömürü bağladı. Nəfis. Sən belə. Zümrüt heç çıxmadı qarşıma. Zümrüt onsuz da çıxanməsi. Dağda çıxır zümrüt. Və dirək buradan sərvət 3 büyüsün aldıq. Əla. İndi baltamı yadımda da elmas eləyəcəm. Bura balta yazaq. Hop və kılıç. Elmas kılıç. Əla. Əslində bu çox asan oldu həqiqətən. Normalından da asan oldu. Yoxsa normalda çətin olardı. İndi lap daha artıq da qaldı. İndi XP XP-ni halal eləyin də dostlar. Halal. Sağ ol. İndi heç elmasım yox, çox az elmasım qaldı. Yıldırım yönüşdürmə 1, sadakat 3, verimlilik 5. Onda biraz da elmas alsaq. Uy. Bir şəkildən çox asan oldu bu videoda kasılmaq. Ondan sonra videomuz bu qədər olsun. Daha çox bunun ikinci bölümünü gəlməsini istəyirsə, ikinci bölümdə də böyük etmək kasılaram, böyük etmək alacaq gəlməz. Onun üçün aşağıdan videoya like edib kanala abunə olmayı və bay bay.